Sinema Radyo. Əziz dinləyicilər, Dost Sinema rubrikasına keçid aldıq və bugün qonağımız bəstəkar, musiqişünas Məryəm xanım Əlibəylidir. Məryəm xanım, xoş gəldiniz. Xoş gününüzə gələyim. Məryəm xanımla biz kino musiqisindən danışacağıq, amma gəlin öncə bu musiqinin spesifikası nədən ibarətdir? Biraz bizə ondan danışın. Kino musiqisindən danışdıqda ondan əvvəl bunu xatırladım ki, ümumiyyətlə hər bir musiqi janrının özünün bir missiyası var. Belə deyək də, tam rock musiqisini götürək. Burada nədir? Emosiyaları atmaq, enerjini atmaq, hansısa bir halı göstərmək. Tam mahnı janrından danışaq. Mahnı janrının missiyası nədir? 3-4 dəqiqənin içində öz hisslərvi, daxili aləmvi kiməsə çatdırmaq, harasa çatdırmaq budur. Kino musiqisinin missiyası odur ki, kinoya öz emosionallığını artırsın, kinonun daha da o bədiliyini artırsın, emosiyalarını artırsın, koloritini artırsın. Ya o kino musiqisi vasitəsilə kinonun biraz da yadda qalan etsin və hətta kinoya baxdıq, qutardıq. Bu musiqi kinonu sonra da yaşatsın. Məsələn, bir nümunə çəkimsə, parlaq bir nümunə, Təxminə və Zaur. Hamımız bu kinonu sevirik, kadrlarını əzbər bilirik, cümlələrini əzbər bilirik, amma kino bitdikdən sonra, bəli, Emin Sabitoğlu və kino bitdikdən sonra tam aylar keçdi, illər keçdi. Bu musiqi əlvidə hardasa səslənir. Və nə olur? O dəqiqə kinoya da düşür. Buna görə də kino musiqisi çox var, kinonun özündə çox vacib bir o məqamdır ki, biz bunu hər zaman görürük, müxtəlif filmlərdə görürük. Məsəl üçün, daha bir başqa bir nümunə çəkimsə maraq üçün, Qaraca qız filmi. Baxın, başqa bir hissəsini deyəcəm. Kino gedir, bütün hadisələr baş verir və musiqi də gözəl, musiqidir Cahangirovun musiqisi çox gözəldir və sonda nə baş verir? Qaraca qız zəhərlənir, ilan onu sancır, zəhərlənir, vəfat edir və onu bastırırlar. Biz hələ belə donmuş şəkildə baxırıq, təsirli halda baxırıq filmə və o sonda musiqi gedir. Hətta onun üçün oxuyacağam. O zaman hamımızın gözündən yaş gedir. Bax, görürsünüz, musiqinin kinoya nə boyda təsiri var. Bəli. Ümumiyyətlə, kino musiqisi necə yazılır? Ssenari oxunur, ona uyğun yazılır, yoxsa ümumiyyətlə kino tam hazır olandan sonra bəstəkar baxır filmə, kadrlara, aktyorlara və sonra yazılır. Yəni ümumiyyətlə mən düşünürəm ki, o da praktikada var, bu da. Amma necə, əsas necə olmalıdır? Düzgün hansıdır? Zaman müxtəlif olub praktikalar. Elə olub ki, məsəl üçün rejissorla oturub danışırlar. Mənə belə-belə mövzular lazımdır, təxmini belə olacaq. Baxır situasiyaya. Məsəl üçün tutalım, eləsi var ki, ssenarini oxuyursan, sonra rejissorla mütəmadi əlaqədə olmalısan. Müasir kinolarımızda, yəni bu dünya praktikasında belədir ki, film çəkilir, bitir. Sən qarşıya qoyurlar filmi, oturursan, baxırsan və professional bir bəstəkar oturur kinonun musiqisini işləyir. Amma belə bir dəhşətli məqamlar da var ki, kino yazılır, tam metrajlı, sıfırdan çəkilmiş bir kinodur. Amma gedirlər hardansa ödənişli, xarici musiqilərdən gətirirlər, filmlərin içinə salırlar ki, bəstəkarla işləməmək daha rahatdır, orada qonorar məsələsi filan beşməkan. Və təsəvvür eləyin ki, Azərbaycan kinosuna tutalım İngilis musiqisi gəlir, çıxır. Həmin rejissor anlamır ki, hər filmin özünün hissi var, çatdıracağı musiqi vasitəsilə mesajlar var. Hər filmin özünün koloriti var,
milliliyi var. Təəssüf ki, bu artıq qeyri-peşəkarlıqdır və bundan çox istifadə edirlər. Çox təəssüf ki, belə olmamalıdır, amma bu hallar var. Və mən buna peşəkar iş kimi baxmıram da. Mən elə ondan soruşmaq istəyirdim. Filmin janrını müəyyən eləyəndən sonra o musiqi stilini necə seçirsiniz? Təbii ki, bütünlüklə filmə baxırsan ki, bura nə tələb olunur, burada nə işlənməlidir. Ola bilər elə bir süjet xətti var ki, orada caz musiqisindən istifadə eləməlisən. Elə bir süjet xətti var ki, ancaq hərbi olmalıdır. Biz bu yaxında bir film işlədik, hansı ki, bugün yəqin ki, ondan biz danışacağıq. Onun içində müxtəlif janrların birləşməsi vardı ki, elə bundan da istifadə elədik. Danışdıqda mən əlavə məlumat verərəm sizə. Məryəm xanım, əsas mahnı, filmə yazılan mahnı aydındır. Bəs o arada müxtəlif kadrlarda səslənən o musiqilər necə ərsəyə gəlir? Yəni onlar öncədən yazılır, sonra seçilir? Elə bunu demək istəyirəm ki, filmə baxırsan, onun içinə, yəni baxın, filmdə əsas iş soundtrack deyil. Hər bir kadra, hər bir hadisəyə uyğun yazılan musiqi vacibdir. Çünki hər hissənin özünün yükü var. Sən bunu ürəyə verəcəksənsə, nəticədə o bütöv bir birlik olacaq. Sən kinoya yazdığın musiqi ilə ona xidmət etmiş olursan. Burada heç nəyə ötürmək olmaz. Hətta hər hansı bir bu gərginlik yaradan bir fon musiqi verirsənsə, tam orada melodiya yoxdur. Sadəcə onu da düz seçməlisən. Və bax, Akinak filmində, bilmirəm qabaqladım sizə yox, bunların hər birinə çox diqqət yetirmişəm. Və indidən deyim, unutmamış, orkestrləşdirmə işində mənə Ruhi Məmmədov kömək elədi və onun işindən çox razıyam. Və ümumiyyətlə bu film haqqında, bu musiqisi haqqında çox danışmaq olar və sizi nə maraqlandırırsa, mən suallara cavab verim. Filmin musiqisi, o soundtrackı necə yarandı? Biraz bizə ondan danışın. İlkin versiyada soundtrack olmamalıydı. Daha sonralar bu təklif olundu. Ümumiyyətlə, belə deyim də, birinci filmi mənə təqdim eləyəndə, mən oturub ona baxdıqda, mənim ürəyimcə olan ən birinci nə oldu? Bu mənim sevdiyim rejissorla ilk işim olacaqdı. Daha sonra mövzu tarixi mövzudur. Mən bilənlər bilir, vətənə bağlı bir insanam, vətənpərvər insanam və bu mənim yaradıcılığımda da var, vətəndaş olaraq mövqeyimdə də hamı bunu bilir. Burada vətənlə bağlı bir böyük bir mövzu vardı. Mənim hərbi musiqilərim həmişə olub. Burada döyüş mövzusu da var idi. Uşaqlarla bağlılığım var, bilirsiniz. Yaradıcılığımın 70% uşaqlara bağlıdır. Burada gənclər, yeniyetmələr uşaqlarla bağlı, onlara çatdıracağımız bir mesaj var idi filmin, eyni zamanda musiqinin. Bunların hamısını gördükdə və eyni zamanda da heç vaxt işlənməmiş bir qədimlik, bizim eradan əvvəl 8-ci əsrə gedən bir tarix var idi ki, bunların hamısı o qədər fərqli və eyni zamanda da birləşmiş bir vəziyyət idi ki, böyük həvəslə işləməyə başladıq. Soundtrack'ın deməli məqsədi o idi ki, bu 4 gənc, 4 yeniyetmə deyək, gənc deyib, onların hardasa 16, 17, 18 yaşları var. Bu 4 gənc öz elinə, obasına, düşməndən qorumaq üçün bir sehirli qılıncın ardınca gedirlər.
Və mahnı onların o keşməkeşli günlərlə ki gedirlər, bu yollarda çətinliyə rast gəlirlər, tilsimkara, cadugara döyüşürlər, vuruşurlar, ac qalırlar, suz qalırlar, amma o qılınca da bax həmin mahnı onların birliyini göstərən və özüm özlüyümdə həmin o mahnıya ad da qoymuşdum, and içirik. Çünki belə başlayırdı. And içirik, yol gedirik, yolumuz çətin. Heç bir çətinlikdən qorxmuruq, ona biz gələrik mətin, bax durarıq mətin və bu mövzudadır. Yəni vətən, sevgi, qələbə, düşmənə qalib gəlmək və bu qalibiyyətimiz hamısı birləşdikdə, bir dəmir yumruq olduqda həyata keçəcək və maraqlı bir an var idi ki, mən bu musiqini yazdıqda yuxu görmürdüm, xəyal da etmirdim. Gözümün qabağına bir moment gəlirdi ki, bu mahnı təqdimat olunduqda ilk dəfə insanlar buna baxdı, ən azı ilk dəfə baxdıqda sonda bu mahnı elə bir həm filmin ortasında gedir, bir də sonda titrlarda gedir. Bu mahnı titrlar başladıqda sona qədər getdikdə mən bir şey düşünürdüm. Yəni mahnı onu tələb edir ki, sona qədər ritmlə qulasdıqda tamaşaçı buna əl çalacaq. Belə görürdüm. Eynilə də oldu. Elə ki film bitdi, hamı əl çalmağa başladı və musiqi gedəndə artıq 2 dəqiqəyə yaxın bir müddətdə bizim insanlarımız, tamaşaçılarımız, gələn qonaqlar dayanmadan əl çaldılar sona kimi. Bu musiqini yox, filmi alqışlamaq idi. Ondan aldıqları həzz və musiqinin onlara verdiyi ritm və təbii ki, musiqinin də özünün zəhməti vardı, gözəlliyi var idi. Çünki orada saz alətindən istifadə olunmuşdu, tütək alətindən və s. Sizə filmin ümumi musiqisi haqqında daha nə deyə bilərəm? Əgər sualınız varsa verin və yaxud da biz sizi dinləyək sonra. Belə deyək. Mənim ən çox sevdiyim alətlərdən biri, qədim musiqi alətlərindən biri, milli alətlərimizdən biri olan bərbətdir. Bu udun lap qədim səslənməsidir. Və məqsəd nə idi? O tarixliyi, o qədimliyi insanlara çatdırmaq üçün müxtəlif alətlərdən istifadə olunurdu. Bir də bu bərbət idi. Bərbətdən istifadə etdik, qara zurnalardan, çünki ora bir yallı yazmışdım, bəstələmişdim, yeni bir yallıdır. Gələcəkdə yəqin ki, bunu da ayrıca bir musiqi kimi insanlarımız tanıyarlar. Qopuzdan istifadə olmuşdu, tütəkdən, sazdan, balaqan alətlərindən. Bax, bunların hamısından istifadə eləmişdik. Belə düşünsək ki, bizim bu tarixi, sonra içində döyüş səhnələri olan filmlərimizin arasından hardasa 40 il keçib. Nəsimi, Babək, 85-ci ildə Həz Aslanova həsr olunmuş. Mən onları dünyalar qədər sevirdim filmi. Burada da döyüş səhnələri vardı, amma daha zirehli döyüşləri də, tanklarla. Dədə Qorqudun özünü yadınıza salsaq, daha sonralar Elxan Cəfərovun çəkdiyi Dolu filmi 2012-də, 2015-də Yarımçıq Xatirələr. Bunların bəstəkarlarını da düşündükdə ki, Tofiq Quliyev, Akşin Əlizadə, Arif Məlikov, Polad Bülbüloğlu, Emin Sabitoğlu, bu insanlar bu filmlərin musiqilərini işləyiblər və sənin filmə laqeyd yanaşıb Məryəm Əlibəli sıradan bir musiqi yazmamalı idi. Çünki sənin də borcun o idi ki, növbəti filmimizə gözəl musiqi bəxş eləyəsən. Bunun üçün çalışırdım. Elə mən də ona əlavə eləmək istirdim ki, son illərdə filmlərimizdə mahnılar yox dərəcəsindədir və bəli, soundtracklər və çox güman eləyirəm ki, inanırıq ki, Aykinaq filminin soundtracki illərlə yaddaşlarda qalacaq. Mənə nə maraqlıdır Məryəm xanım? Bax, məsələn, siz mahnı bəstələyirsiniz.
necə müəyyən edirsiniz ki, bu musiqidə bu alətlər olacaq? Onu siz fantaziyanızda mı canlandırırsınız, yoxsa artıq Əgər bu filmdirsə, təbii ki, süjetə uyğun, kadrlara uyğun, oradakı verilən emosiyalara uyğun, döyüş səhnəsidirsə, döyüş səhnələrində bir çox alətlər var ki, əgər Azərbaycan filmidirsə, orada milli alətlər də olmalıdır. Elə zurnanın, qara zurnanın özü döyüşə çağıran bir alətdir. Şənliyi də verir. Sazın özü qəhrəmanlik, əgər mövzusu varsa, sazın özündən istifadə eləmək olur. Orada bir kədər varsa, balabandan istifadə edirsən. Bir tütəyin özü çox yanğılı alətdir. Udun özü çox kədər gətirən, düşündürən. Yəni biz ki, alətləri sevirik və onların spesifikalarını bilirik, səslənmələrini bilirik. Əlbəttə ki, bilirik ki, burada bir nağılvari varsa hansı səslərdən istifadə eləməliyik, qəhrəmaniliyi varsa hansı alətlərdən istifadə eləməliyik. Düzdür, müasir aranjedə də o el səslər var ki, tutalım bir fantastik səs lazım idi. Bizdə orada momentlər vardı ki, fantastik səslər lazım idi də, macəralı. Bax, onlar artıq müasir alət, aranjirovkanın içində olan müasir səslənmələr, alətlər var. Hansı ki, o alətlər yer üzündə yoxdur, amma onların qondarma səslərdə biz ondan istifadə edirik belə. Mənim xanım, bir fikir var ki, musiqi əgər filmdən kənar fəaliyyət göstərirsə, o zaman o kino üçün yazılmayıb. Sizcə nə dərəcədə bu düzgün yanaşmadır? Bir də zəhmət olmasa sualınızı verin. Belə bir fikir var ki, musiqi kinodan ayrı fəaliyyət göstərirsə, o kino üçün yazılmayıb. Bu nə dərəcədə doğrudur? Musiqi kinodan, mən bunu sualı başa düşə bilmirəm. Ayrıca musiqi yazılıb, kino üçün yazılıb, kinonu görmədən, yəni necə? Kinodan, belə deyək də, daha çoxmu populyar olub, ya artıq ayrı bir proyekt kimi, belə deyək, tanınır, amma kino sanki belə kölgədə qalıb. Kino üçün bəstələnən musiqidən söhbət gedir ki, məşhurlaşıb, kinodan ayrılıb, yenə də bu musiqinin gücüdür ki, hər hansı bir film üçün yazılıb, kino ola bilər, tutarlı olmayıb, amma musiqi daha güclü alınıbsa, sonralar məşhur. İndi bir nümunə yoxdur əlimdə, yadıma düşmür ki, sizin fikrinizi təsdiqləyim ki, öz dediyim fikri təsdiqləyim ki, bu məsəl üçün, mənim üçün Təxminə və Zaur kinosu bədii filmi çox güclü film idi, bədii təsiri olan, sentimental bir film idi, həyati bir film idi və ora yazılan musiqi çox məşhurlaşdı, amma hər ikisi bir-birini daşıyırdı. Sadəcə bu musiqi kinonu bir daha yaşatmaq gücü var idi. Amma ola bilər ki, film özü zəifdir. Mənim öz praktikamda da olub. Film özü zəifdir, amma musiqisini hamı bəyənirdi, filmi bəyənmirdilər. Olur belə, əlbəttə ki, olur. Və yaxud da əksinə. Musiqi çox zaman olur, kino yaxşıdır, musiqisi çox zəifdir. Və ya yaraşmır. Yaraşmır. Onda yəqin ki, bəstəkar düzgün seçilməyib. O da var, əlbəttə. Yenə də deyim də, elə bəstəkar var ki, tutalım, kino janrında praktikası yoxdur və yaxud da zəifdir. O daha çox simfonik musiqini sevir, tutalım. Simfonik janr bəyəm asan janrdır, yox. Amma o, məsələn, mən bizə elementar bir şey deyim. Hər bəstəkar mahnı yaza bilməz. Mənim peşəkar, tanınmış, məşhur, o qədər bizim dəyərli sənətkarlarımız var ki, onlar mahnı janrında işləyə bilmirlər. Və yaxud da mahnı janrında çox bəstəkar var ki, uşaq mahnısı yaza bilmir. Düzdür. Çünki o ruhu daşımalısan da içindəsən. O yoxdursa sən onu yaza bilməzsən. Sən uşağın hissiyatını hiss elədiyini, uşaqlaşa bilmirsənsə sən uşaq və o deyir uşaq mahnısına uşaq kimi baxmamalıdırlar da, belə bir deyim var. Uşaq şeirinə uşaq kimi baxmamalıdırlar. Çünki hər bir
janrın özünün yükü var. Uşaq mahnısının özü də çox dəyərli, lazımlı. Onu yenə deyirəm, hər adam ondan baş çıxarda bilmir. Kino musiqisi də eləcə. Məryəm xanım, illərlə siz uşaqlarla çalışmısınız, indi də çalışırsınız. Sizi hardasa mən düşünürəm ki, artıq psixoloq adlandırmaq olar. Bəli. Çünki uşaq psixologiyasını artıq anlaya-anlaya, hiss edə-edə uşaqlara yanaşmanı da doğru seçmək vacibdir. Bəs o musiqiləri necə seçirsiniz, yaraşdırırsınız? Məsələn, bu yaş kateqoriyasında uşaq oxumalıdır və ya daha biraz yeniyetmə oxumalıdır. Baxın, uşaqların arasında 3, 5, 6 yaşlı uşaqlar var və tutam 12-13 yaşında uşaqlar var. Mən onlara repertuarı seçəndə öz bəstələdiyim mahnıları bilirəm ki, bu 12 yaşında uşaq bu mahnını ona verirsəm utanacaq oxumağa. Yəni bəbə mahnısı da özünü böyük sayır. Balacalar isə böyüklər üçün yazılan mahnılar, yəni 12, 13, 11 yaşında uşaqlar üçün, elə 9 yaşında uşaqlar üçün yazılan mahnı oxuya bilməzlər. Onların dilləri tam formalaşmayıb. Orada elə sözlər var ki, onlar onu anlamırlar. Uşaq üçün mövzunun özü quzu, anacan, nə bilim, tutalım vətənlə bağlı olsun, söyləyir hər gün atamla anam can balacan. O uşaqlar bunu sevə-sevə oxuyurlar. Böyüklər üçünsə onu oxuyanda artıq biraz özlərini gülməli gəlir olar ki, yəni olub praktikamızda, amma ümumiyyətlə həmişə çalışmışam ki, uşaqlar üçün axtarım, tapım. Məsələn, repertuarda çərpələng var, münəccim var. Çox uşaq heç bilmir münəccim. Heç böyüklərin arasında münəccimi tanımayanlar. Həmişə mövzuları axtaranda fikirləşmişəm ki, bunlar nə oxusunlar ki, sevsinlər mahnını. Baxma, məsəl üçün, bu yaxında Ay Bala adında bir mahnı yazılıb ki, bunu yeniyetmələr oxuyacaqlar. Yeniyetmə deyəndə 8-dən 12-13 yaşa kimi. Mövzu nədir? Ay bala, özləri öz yaşıdlarına tənbih edirlər. Ay bala, belə olmaz. Çox danışırsan, boşboğazlıq eləyirsən. Bunlar bunu o qədər sevə-sevə oxuyurlar. Öz yaşıdlarını tənqid edirlər, yəni düz yola çəkirlər və s. Az öncə qeyd etdiniz ki, bəzən olur ki, filmlərdə olmayan musiqi alətlərinin səsləri lazım olur. Və hal-hazırda süni intellekt həyatımıza çox ciddi daxil olub. Kino və musiqi industriyasında da biz bunu hiss edirik. Hətta elə layihələr var ki, elə müğənnilər var ki, bilmirəm, müğənni demək olarsa, yəni proyektlər var ki, süni intellektlə hazırlanır. Və mən belə düşünürəm ki, vaxt gələcək sizlə bizim artıq peşəmizə ehtiyac mı olmayacaq? Siz bu haqda nə düşünürsünüz? Bax, süni intellektlə mübarizəmi aparmaq lazımdır? Ya necə ondan istifadə edək ki? Mən ümumiyyətlə düşünürəm ki, həyatımızda ümumiyyətlə hər bir sahədə nələr inkişaf elirsə, nə yeniliklər varsa, bu labüddür, bu olmalıdır. Bəyənsək də, bəyənməsək də, bizə qərib gəlsə də, qəribə də gəlsə, biz bununla barışmalıyıq. Yəni, həyatın gedişatını biz saxlaya bilmərik. Biz kimik ki? Amma bir şeylər var ki, nələrsə çıxır meydana, müasir texnikalar. Sonra itirlər, yenisi çıxır və ən mükəmməli, ən layiqlisi qalır. Amma yenə də biz köhnəyə istinad eləyirik, ondan nələr öyrənirik. Məsəl üçün, mən son dövrlər heç vaxt köhnəliyi sevən adam olmamışam. Amma son dövrlər tez-tez yadıma düşür ki, bizim qara belə telefonumuz vardı, daş döyən. Ondan istəyirəm, onu istəyirəm, axtarım, tapım qardaşım gildə, görüm harda da onu gətirim evə qoyum bir atribut kimi. Amma süni intellektin yaratdığı musiqilərdən deyim ki, sünidir də. Nə qədər insanlar var ki, ona müraciət edirlər. O dəqiqə duyulur, çünki orada o hissiyat yoxdur, o emosiya yoxdur. Süni intellekt Azərbaycan musiqisinin melizmlərini edə bilmir, bacarmır. Bilmirəm nə vaxtsa bacaracaq ya yox. Eləyir, görürsən ki, ötdü keçdi. Bizim o muğam boğazlarımız var ha. Onu heç bir süni intellektlə yazılmış səs onu
verə bilmir. Bilmirəm, yenə də deyirəm, texnikadan xəbərim yoxdur, bəlkə nə vaxtsa olacaq. Hələ ki eləyə bilmirlər və o dəqiqə seçilir. O aranja da seçilir. O səslənmə də seçilir. Çox şirin oxuyur, çox hamar oxuyur. Amma orada o hissiyat yoxdur. Duyğu, hiss, Bəli. enerji yoxdur. Mənim Bundan əlavə də şeiri heç yaza bilmir. Aha. Nə qafiyə bilmir. Ağzına gələrin. Səmimi deyirəm, mən dəfələrlə görmüşəm ki, bu şeirdir. Bunu niyə oxuyur? Müğənni niyə bunu götürüb oxuyur? Bu sözlər nə bərbad gündədir. Qafiyə yoxdur, heca vəzni yoxdur, hiss yoxdur. Söz yığınağını salıb ora, bilir ki, bu sözlərdən istifadə etmək lazımdır ki, vətənə aid şeir alınsa, amma heç nə yoxdur ortalıqda. Yəqin ki, nə vaxtsa düzələr, amma canlı insanın bacardığını heç nə bacarmır. Şeirə toxunduqsa, gəlin o mövzuya da müraciət eləyək. Mən çox maraqlıdır. Sizin iş formulunuz olubmu ki, siz şeiri oxumusunuz, dərhal o hisslər yaranıb və yazmağa başlamısınız? Yoxsa musiqi öncə gəlir, sonra sözlər? Ən ilk yazdığım yaradıcılığa başlayanda, 12-13 yaşım olanda mən faciəvi 5-6 hekayə yazmışam. Hələ musiqi yazmırdım. Bülbüldə oxuyurdum, fortepiano şöbəsində, amma bəstələmirdim. 5-6 faciəvi hekayəm, sonra şeirlər yaranmağa başladı, lirik şeirlər, yaşıma uyğun olmayan şeirlər, sevgidən olan şeirlər və sonra mən mahnılar yazmağa başladım, musiqilər, bəstə, instrumental musiqilər, mahnılar yazmağa başladım və şeirləri ki özüm yazıram, onu hiss eləyib yazırdım deyə sizə maraqlıdır ki, bu şeirlə musiqinin vəhdəti necə yaranırdı. İlkin dövrlərdə ancaq hər şey buradan gəlirdi, praktikasız. Sonra savad aldıq. Savadla ruhu birləşdirib yazırdım. Bilmirəm başqalarında necədir, məndə belədir. Üçüncü etapda praktika. Ruh, savad və praktika. Təcrübə. Bunlar birləşir. Yəni burada ancaq ruhdan istifadə edirdin, sevə-sevə yazırdın. Sonra təcrübənə əlavələr gəlirdi. Sonra isə sənin eyni zamanda savadın verdiyi bacarıqlar birləşirdi. Və belə deyək də olur ki, sənə hər hansı bir sifariş gəlib. Sən bunu hazırlamalısan. Amma mövzu sənə yaxın deyil. Mən yenə də ona öz sevgimi qatmasam, onu sevməyə başlamasam, mən o musiqini yaxşı ortalığa, yaxşı bir musiqi kimi çıxarda bilmərəm. Mən mütləq ona öz sevgimi qatmalıyam. Onu hardansa tapmalıyam. O sevgini ora qatmalıyam. Amma bu kino musiqisində belədir. Kinonu həddindən artıq çox sevirəm. Teatr musiqisində belədir. Teatrı həddindən artıq çox sevirəm. Bax, uşaqlarla işləyirik də, həyatımızdan çoxlu uşaqlar gəlir, keçir. Onların arasında ərköyünü var, kaprizlisi var, çətin xasiyyətlisi var, ağla gəlməyən bir söz istifadə edəni var, nə bilim tənbəli var. Onların hamısına işləməlisənsə, onun hamısında, hər birində nəsə maraqlı bir moment tapıram, o uşağı ona görə sevirəm və o doğmalaşırıq. Mənim xanım, ümumiyyətlə sizin özünüzün dinlədiyi ola bilərmi ki, sevdiyiniz bir bəstəkar varmı, adını çəkəsiz? Bizimkilərdən olmaya bilər. Yo. Mənim ürəyimin bəstəkarları var, Azərbaycan bəstəkarlarımız var. Çoxsunu sevirəm, amma bu 3 nəfəri daha çox sevirəm. Fikrət Əmirov, Emin Sabitoğlu və Polad Bülbüloğlu. Bu 3 bəstəkar mənim ürəyimin, ruhumun bəstəkarlarıdır. Hansı ki, onların musiqisi mənim musiqimə təsir edib. Amma Cahangirovu necə sevməmək olar? Tofiq Qulevi necə sevməmək olar? Qara Qarayev olsun, Cövdət Hacıyev olsun. Elə bir dənə Sultan Hacıbəyovun Kərvan Simfonik poeması. Bu bir dünyadır. Yəni eləcə də əlbəttə ki, digər
Avropa bəstəkarları da, ürəyimizin bəstəkarları var, amma mənim sənətimə, musiqimə təsir eləyən, onlardan çox qidalanmışam. Mən onları çox sevirəm. Fikrət Əmirov, Emin Sabitoğlu və Polad Bülbüloğlu. Hörmətli dinləyicilər, qonağımız bəstəkar, musiqişünas Məryəm xanım Əlibəyli idi. Sinema Radio, Sinema Radio, Sinema Radio.